Dostlar, hamıya salam, sizinlə kimdir? Nanola SMR'dir. Bizdə bugünləri şorbamız, dəhşət çox şorba istədim. Burada buraçni salat, burada paştetdir, qara çörəyin üstünə paştet və xiyar qoyulub. Özü şprotne paştetdir. Burada qarpızımız, üzümümüz, belə konfetimiz, xiyarımız. Gəlin başlayaq və sokumuz. Mən çox nəyəm, acam. Uşaqlar, mən sizə nə qədər çox çəkirəm, siz o qədər də dəstəkləyirsiniz. Hələ deyirsiniz ki, belə ulduzlarla. Gəlin bir dənə şəkil. Sağ. Siz o qədər də dəstəkləyirsiniz, mən yəni şokdayım. Like eləyirsiniz, rəylər yazırsınız. Mukbangları necə gözləyirsiniz, hələ onu demirəm. Sizdən yoxdur da. Başqa blogerlərə baxıram. Onlarda belə mülayim, başa düşən auditoriya yoxdur. Düzdür, məndə də 1-2 adam var. Bir dəfə yazır, biri var idi nəzakət. Dünənə qədər cavab verirdim. Saat həmişə saat 11 axşam olan kimi başlayırdı yazmağa. Sən nəyə oxşursan? Kefir. Nə bilim, nə. Toyğun döşəti, hər şeyi də deyə bilmirəm axı burada. Bloklanmamaq üçün. Özdə ki, takipçim idi. İğrenç sözler yazan ki, hamısı da takipçidir. Bir nəfər takipçi olmayan insan mənə pis söz yazmayıb. Ən azından mən görməmişəm, bilmirəm, bəlkə gözümə dəyməyib. Amma ki, nəyi görmüşəm onu deyirəm də. Axırı vaxt o qədər kebab vloglarıma baxırsınız da, onsuz da yiyirəm ki, Ucu gəlin bura qoyaq. Biraz. Ucu yorulmuşam mən. Artıq istəyirəm ev yeməyi, ev şorbası. Mama adətən bura qozda qatır. Bizim mama qozsuz elə. Möhtəşəm. Çox dadlıdır. Mənə indi mən o mukbanga oturmamışdan qabaq mənə bir nəfər yazdı ki, sən utanmaz, özün belə mukbang çəkirsən. Evdəkilər vəbşə yiyir, yoxsa sən baxırım. Belələrinə cavab olaraq demək istəyirəm ki, vay. Siz ciddi bunu soruşursunuz ya yox. Əgər ciddi soruşursunuzsa, mənim maraqlıyım. Siz evdə yiyirsinizsə, evdəkilər yiyir, yoxsa sizə baxır. Yoxsa mən çəkilişlə məşğul oluram. Gündə fərqli yemək yeyirəm, ona görə deyirsiniz. Ona görə deyirsinizsə, yemək mənim üçün ancaq pişmir. Bu dəfə məşəşli şorbadır. Gələn dəfə aşdır məsələn. Hamıya pişir. Aş bir porsuq pişmir.
Sadəcə 3-5 nəfərlik. Axırı vaxtı da dayım yerdə gəlir. Bizə uşağı bağçadan götürür. Hələ ki Bakıdadır. Otpuska gəlir bura. Gəlirlər bizə. Ona görə biz daha çox pişiririk. Amma adətən bir günün yemək olur. Yəni belə. Pişirilir və hamı yeyir. Onsuz da ki vloglarımda görə bilərsiniz ki, даже səhər yeməyinə biz oturanda biz bir yerdə otururuq. Mən nə qədər çəkmişəm, biz hamımız bir yerdə yeyirik. Sadəcə mənə görə bu suallar o qədər real deyil ki. Böyle suallar işlerinde gülməyim gəlir. Mən nə qədərdir, indi mətbəxə keçmək istəyirəm. Temanı dəyişək. Su istəyirəm, albalıdır. Nə qədərdir mətbəxə keçmək istəyirəm ki, nəsə hazırlayım. Vlogda da daşı sizə göstərim. Çünki doğrudan da axırıncı dəfə konkret bəlkə 15-16 yaşımda nəsə pişirmişəm. Belə staliçni salat etmişəm, məsəl üçün kömək eləmişəm, yəni kəsmişəm, doğramışam, o heç. Amma konkret yemək axırıncı dəfə 15-16 yaşım olardı. Bizdə də mamamın mətbəxinə ümumiyyətlə girmək çətin məsələdir. Даже nənəm güc bəlayla o mətbəxə girir. İnşallah mama qulaq asmayacaq. Amma ki, ben neynəsək belə, necə hazırlasaq belə, İnşallah kadr dəyişmədi. Nəsə telefonumda yer bitdi. Dəhşət. Zəhləm gedir belə momentlər olanda. Yaxşı ki, əvvəli saxlanıldı. Uca kontentim getdikcə çoxalır. Mümkünatı yoxdur ki, nədə olmadı. Uca yer bəs eləmir telefonda. Halbuki mən iCloud-da ayda bir dəfə ödəniş edirəm ki, mənə yer versə. Yəni bu dəhşətdir də. Ödəyirsən hələ belə şeylər olur. Üstəlik də montaja da ödəyirəm. Qat, yəni məndə ödənişlidir. Mənə deyirlər montajı harda eləyirsən. Buna görə 90%-də hamısı ödənişli CapCut'dan istifadə edir. Harada qalmışam? Ona görə ne yemək istəsəm belə, nəsə pişirmək istəsəm belə durursan baxır. Hər şey əlindən düşür. Heç nə alınmır. Ona görə mən qərar verdim ki, mən mətbəxə girməyəcəm. İnşallah ərə gələrəm nə vaxtsa. Öz mətbəxim olar. Orada nələrsə çalışarım hazırlamağa.
Mama dəhşət həddindən çox təmizkardır. İnsanların çoxsu da bunu görüb. Başlayır mamanı tərifləməyə. Sizin eviniz necə təmizlənir? Mama da gündə palisosu yandırır, robotu. Üstəlik özü də palisosdur, palisosla gəzir. Gördüm. Əllərdə yazırlar ki, evimiz çox təmizdir. Gördüm. Vlogdan əvvəl də elə idi. Mən nə qədər dirəşirdim ki, ay mama gündə bəsdir də. İndi əlləri siz yazarkən daha da çox həvəslənir, sonra daha da çox yığışdırır. Nəyə görə bunu deyirəm? Mətbəxdə də nəyisə nəsə düşür, aşır, çox. Dəhşətsizəm. Ən yaxşısı oraya girib nəsə eləməməkdir. Qarpız çox tatlıdır. Sizdə elədir ya yox? Yoxsa mama məndə belə ekskluzivdə heç nə icazə vermir. İcazə vermir deyəndə dir eləyim. Amma eləyəndə hər şey düzgün deyil yəni. Heç nə yəni olduğu kimi deyil. Ona görə mən də biraz ekspresiv insanam. Özümə götürə bilmirəm, əsəbləşirəm. Qərar verdim ki, hələ ki bilmirəm, bəlkə nə vaxtsa başıma vurdu. Deyəcəm, çox qoxladan mən özüm eləyim, sonra gəlirsən. Gecəsi 15-16 yaşında necə pişirirdim. 15-16 yaşımda da belə çıxardırdım onu. Mətbəxdən özüm eləyirdim. Burası indi həvəsim yoxdur mən bunu eləməyə. Mən çox dadlı bir sizlə pişirəm. Şirniyyatlar. İminə şirniyyatlar. Şarlotkanı çox dadlı hazırlayıram almadan. Yəni ürəyiniz gedər. Çox qəşəngdir. Yəni belə tərifləmək olmasın, yəni hamı kim ki yiyib mənim şarlotkamı deyib ki, möhtəşəmdir. Əlbəttə başqa cür nə ola bilər. Ona görə əminliklə deyirəm ki, bu dadlıdır. Əvvəl üstəlik mama ilə Muravenik tortu çəkmişdim. Onu da hazırlayırdıq bir dəfə. Napolyon da hazırlayırdıq. Amma sonradan mamada bu təmizlik işləri başlandı. Əsasən biz siz nə vaxtdan sonra oldu? Remont elədik, yenilədik. Remont var idi bizdə. Burası bəlkə bir, nə bilməm, 10 ilin remontuydu. Haber vermişəm. Ucu yeni vermək lazım idi. Bir neçə ildə yeniləmişik. Bundan sonra başlandı. Disko, partizani. Kimdə belədirsə like eləsin. Dəstək eləsin mənə. Bacılar, qardaşlar. Uşaqlar, mukbang bu qədər. Sup demək olar yiyildi, уже просто çıkmıyor. Salat bir damcı, bunlar 2 tane, ikisini yedim. Sot demək olar bitti, bu demək olar bitti. Sonra mən ölüyorum. Əzizlərim, çox sağ olun ki, məndən idiniz. Çox sağ olun ki, like eləyib dəstəkləyirsiniz. Əgər köynə videoma baxmamızsa basıb baxa bilərsiniz. Burada da loqom olacaq. Ora basıb takib alata bilərsiniz. Sabahədək ya o biri günədək əzizlərim.